Hər kəsə salam. Dostlar, gəlin birlikdə artikla bağlı bir neçə detala baxaq. A car, an apple, a uniform, an hour. Deməli ki, dostlar, ya da ən yazmamız üçün səslənməyə fikir veririk. Yəni, söz sait səslə, hərflə deyil, səslə başlayırsa an artiklı, samit səslə başlayırsa article yazırıq. Məsələn, uniformda U-la başlasa da, oxunuşda Y ilə başladığı üçün biz a uniform deyirik. Və yaxud da hour sözündə H silent olduğu üçün an hour deyəsirik. The article-ında isə səslənmədə müəyyən fərqlər var. Məsələn, the world, the yours. The world, burada samitlə başladığı üçün oxuyuruq. The world. The earth, burada isə saitlə başladığı üçün the deyə tələffüz edəsirik. İndi isə gəlin söz birləşmələrində an artiklının nəyə əsasən yazacağımıza baxaq. Söz birləşmələri təbii ki, müxtəlifdir. Var hər hansı bir vasitə ilə birləşən söz birləşmələri, məsələn, of sözünüsü ilə birləşən söz birləşmələri var, apostrophe s ilə birləşən söz birləşmələri var və yaxud da heç bir vasitəsiz yan-yana işlənən sözlər var ki, bunlar birləşmə əmələ gətirir. Məsələn, nümunə olaraq deyək, honest friend və yaxud da interesting film və yaxud da good advice və s. Bu tipli birləşmələrə baxaq birinci növbədə ki, biz burada artiklı nəyə əsasən müəyyən etməliyik? 2 dənə söz var və hansı söz əsas götürülməlidir? Burada 2 mərhələli hərəkət edəsək, variantı düzgün tapma ehtimalımız çox olar. Birinci mərhələ nədən ibarətdir? Burada birinci artikl yazıb yazmayacağımızı müəyyən etməliyik. Yəni, burada artikl olacaq, olmayacaq. Bunu sonuncu sözə əsasən, yan-yana gələn birləşmələrdə sonuncu sözə əsasən müəyyən edirik. Məsələn, honest friend. Friend sayıla bilən tək isimdir. Deməli, burada artikl olacaq. Bəs artiklımız ya da ən olması, o isə birinci sözümüzdən asılıdır. Məsələn, honest sözündə H silentdir, yəni oxunmur. Ona görə də birinci tələffüz olunan səsimiz sait olur. Honest friend. Sait olduğu üçün də biz ən yazmalıyıq burada. An honest friend. Diqqət elədiksə, birinci növbədə artikl olub olmayacağına diqqət elədik. Olacaqsa da ya da ən olmasına. Interesting film. Burada yenə birinci mərhələ artiklın olub olmayacağını müəyyən edirik. Film sözü təkdədir və sayıla biləndə zaten an artiklının əsas belə deyim də prioriteti odur ki, isim sayıla bilən və tək olsun. İsim sayıla bilir və təkdədir. Deməli artiklımız olacaq. Bəs artiklımız ya da ən olma nədən asılıdır? Birinci sözümüzdən. Deməli artiklın işlənib işlənməməsi sonuncu sözümüzdən, ya da ən olması isə birinci sözümüzdən asılıdır. Interesting saytla başladığı üçün an interesting film. Növbəti nümunəyə baxaq. Good advice. Advice burada sayıla bilmir. Deməli, burada heç bir artikldan söhbət gedə bilməz. Ona görə burada artikl işlətmirik. Başqa bir nümunəyə baxaq. Cotton skirt. Burada yenə sonuncu sözə baxırıq. Skirt sözü sayıla bilir və təkdədir. Ona görə deməli artiklımız olacaq. Bəs ya da ən olması yenə birinci sözümüzdən asılıdır. Cotton samitlə başladığı üçün artikl yazmalıyıq. Toy shops. Burada yenə sonuncu sözə baxırıq. Shops sayıla bilir, amma cəmdədir. Yenə cəmdə olması artikl yazmamıza imkan verməyəcək. Ona görə burada artikl olmur. Toy shops. İndi isə gəlin of sözünüzü vasitəsilə birləşən söz birləşmələrinə baxaq. Bu tipli söz birləşmələrində həm artiklın olub olmaması, həm də ya da ən olması ofa qədərki sözümüzdən asılıdır. Məsələn, cup of tea. Burada ofa qədərki sözümüz kapdır. Və kap sözü sayıla bilir, təbii ki. Ona görə də artikl olması mütləqdir. Və bunu artiklla verməzsə əgər, cup of tea şəklində variantlarda verərsə, tamamilə səhvdir. Çünki sayıla bilən tək isim artiklsız işlənməz. Ya da ən olması isə, təbii ki, samitlə başladığı üçün yazırıq, a cup of tea. Başqa bir nümunəyə baxaq. Pieces of advice. Yenə ofa qədərki sözü baxırıq. Pieces sözü cəmdə olduğu üçün burada heç bir artikldan söhbət gedə bilməz. Və yaxud da means of transport. Means of transport. Burada artiklı olacaq. Hər nə qədər burada cəm şəkilsinə oxşasa da, means sözü təki cəmi eyni olan isimlərdəndir. Yəni burada means sözünün sonundakı s şəkilçisi onun cəm şəkilçisi deyil, sözün öz tərkibidir. Təkdə də
bu şəkildə olur, cəmdə də bu şəkildə olur. Necə ki, deer, fish, swine sözləri təkdə və cəmdə eyni idi. Bu da təkdə də s saxlayır, cəmdə də bu şəkildə olur. Ona görə də tək formasını düşünüb a means of transport demək olar. Burada heç bir sıxıntı yoxdur. İndi isə gəlin apostrof s-li söz birləşmələrinə baxaq. Burada da ofda olduğu kimi apostrof s-ə qədər ki sözə baxılır və həmin sözə əsasən qərar verilir. Artikel olacaq, olmayacaq və yaxud da ə olacaq ya da ən olacaq. O da sait samitlə başlamasından asılıdır təbii ki. Hours rest. Hours rest. Burada hour sözü təkdə olduğu üçün mütləqdir ki, artikel olsun. An hour's rest, bir saatlıq istirahət